Sihizmdən danışacağam. O mən Sana aidiyyatı olandan danışırıq deyirsən, niyə danışırsınız? Sana aidiyyatı olmayandan danışırıq Ben deyirsən, indi mən niyə aidiyyatı sən yoxdur? yox sən Nədən danışaq? Mənə bax, bu hədiyyə Yo Arif, mən hədiyyə qazanıram, amma sən o 20-30 ildə qazandığın o yaxşı oğlanlığı getdi. O fikri bildirirsənsə tövbə elə. Vallahi tövbə elə. Vallahi deyirəm sənə. Qardaş, səndən bir şey soruşa bilərəm. Buyur atam. Buyur ataş. Tövbəni necə eləyərlər, necə eləmək lazımdır? Deyə bilərsən mənə. Tabii hədiyatla bir Mən təşəkkür demirəm. Miray, çox sağ ol, Mən təşəkkür sənə edirəm. deyirəm, ataş, qurban sənə. Özün məndən çox gözəl bilirsən ki, tövbəni necə eləmək lazımdır. 2 dəqiqə girirsən ora. Hara? İnternet sənə aydınlığı verir ki, tövbə eləmək necə eləmək olur. Niyə sən bilmirsən, qardaş? Mən bilirəm, abdest alırsan, qüsur alırsan, namazını qılırsan və tövbədən Allahdan tövbə istəyirsən. İndi mənə bir dənə örgətdə olar zəhmət olmasa. Və sən indi mənə dalğa keçirsən. Bax, Dalğa keçmirəm, qaqaş. Niyə dalğa keçirəm ki, sən? Qaqaş. Ayca. Gör nə deyirəm. İndi sənə bir dənə qeyri-adi şey deyəcəm, cümlə deyəcəm. Bir dənə otur özün fikirləş, sonra cavab. Fikirləşməb cavab vermə. Ola. Mən girdim internetə. Başladım araşdırmağa. Dedim tövbə nətər eləyirlər, namaz nətər qılırlar. İnternet mənə şiə namazı təklif elədi. Qəbul olacaq. Namazın şiəsi, sünnisi yoxdur, qardaş. Niyə bəs möhür fərqi qoyursunuz? İndi qədimidən nə qoyurlar, sonradan kişiyə Demə nə fərqi qoyurlar? var Bir da. şey, Allah biz göndərib bizə bir Quranımızı və peyğəmbərin sünnəti ilə gedirik. Möhürlü, möhürsüz indi insanlar yəni öz fikirləri ilə gedir də qardaş. Səmimi Elə ol insanlar da. gedir, Kəbə Qaqa. evində də möhür qoyur. Qaqa, Olsun. səmimi Kəbə ol. evində də möhür qoyurlar. Qaqa, səmimi ol da, səmimi ol. Şiələr Bəs olur anda sizin deyirəm üçün sənə. tam müsəlman sayılır. Tam müsəlman peyğəmbərin sünnətidir. Ay sol. Bəs mən yaxşı bir dənə şiə oldum. Yenə demək olar. Bəs şafilər İndi də burada və ya iki məsələ. sufilər İndi də- burada iki məsələ var. Buyur. Sən əhl-i sünnə və cəmaət yoldaşdın, düzdür? Qardaş o da demək olmaz, qurban sənə. Vallahi sünnət bilsən, sünnəti bilsən necə sünni deyirlər və şiə deyirlər. Qaqa, bir də şey sünnət demişkən, elə demişsən yaxşı yadmış. Mən tək sünnət olmalıyam. Getdi adam. Niyə getdin qardaş? Hələ mən sünnət yox, gəlir. Onu soruşacağam, nə deyən görüm. İnternet zəif deyə qardaş Sorun ona deyil, görə. qardaş, yəni mən- olar səndən. Ha. Söz soruşum. Sünnət demişkən, mən sünnət olmalıyam, əzdim tövbə eləsəm, İslam'a gəlsin. Necə sünnət olmaz? Sünnət yol deməkdir qardaşım. Yox, sünnət, anladın? Ha, o təmizkarlığa görədir qardaş. İndi burada qadınlar da var, yəni. İndi mən biz kirliyəm başqa səncə, söhbət- qaqa. Yox da gəbələ danışaq qardaş. Yəni bu dəqiqə öz xristianlar özü də onu dərk eləyiblər, düzdürmü? Yox. Yəni insan ayaq yoluna gedərsən və pisliyi olmayasan, yəni yuyunarsan. O çünki öz-özünə yuya bilirsən, asandır. Amma nəysə də, yəni mən bunu açıqlamasını vermək istəmirəm. Mənə çox Qardaş, ayıbdır. olmalıyam, olmamalıyam. Təmizliyə görə olmalısan qardaşım. Müsəlmançılığa görə yox. İndi müsəlmançılıq təmizlik deməkdir də qardaş. Əhsən. Razılaşdıq bura qədər. Razılaşdıq. İndi mənim tövbə Bir dəqiqə edirəm. bir dənə sənin başıma da Başqa söz. qadava alıram səni. Yox, sıxıntı Seviş yoxdur. qaçmaq. Ha. Qardaş, o hansı güldür? O gülməyin mənasını da mədnədir. Bəlkə mən başa Kim? düşmürəm. Bəlkə yalan dedim. Gülür. Nə ayrı ağlaya? Mənə gülür. Yox, bəlkə mən səhv dedim nəsə. Ona görə Yox, sən düz dedin. Niyə burada? Çevikə gülürəm ki, kəsirlər bu yaşda. Qaqa, mən qardaşım. Yox, səhvimə görə də yataş ona görə. İndi deyəcəm də səbirli ol, orada gül situasiyanı deyəcəm sənə. Gör nə vəziyyət çıxacaq. Buyur, Mənə bax buyur, qardaş. buyur. Sənə gülmürəm, mənə gülür. 30 yaşında adam sünnət olar. Əstağfurullah, yox, kimsə kimə gülmür. Məsəl çəkir. Mənə gülür. Bəlkə səhv deyirəm. İndi sən savab eşqinə, savaba. Mənim sünnət toyumu təşkil edə bilərsən. İmkanım olar eləyərəm. Hə? İmkanım olar eləyərəm qardaşım. İndi sən tövbəyə məni dəvət eləyirsən deyənə mən bir ton rasxoda hardan tapım? Bax mən sünnətə pulu hardan tapım? Tövbə Yox, etmək üçün sən rasxod eləməlisən qardaşım. Sünnət hava eləyəcəklər. Bilmini sünnətdir İslamçılıqda, başqa şeylər yoxdur. Axı olmalıyam da mən sünnət. Kirvəni harda tapacaqsan bu yaşda? Yaxşı, indi sən mənə Qardaşa bir deyəcəm şeydə kilim gəl- olsun da. Ya Allah eləməsin, ya olmaz. Niyə ki, Murat, nə gəl var ki? qardaş. Mənim sualım belədir ki, yəni bu ateizm nəyə əsaslanır? Bu quruluş barədə deyirəm. Rasionalizm Yaradılır. əzizim, rasionala, yəni doğru olan bilgilərə və sübut oluna bilən, təsdiq oluna bilən bilgilərə əsaslanır. Biraz aça bilərsən bunu, məsələn, yaradılış. Yəni məsəl üçün yaradılış deyə bir şeyin olmadığını biz iddia edirik və bunu biologiya ilə dəstəkləyirik. Çünki
biyologiyada biz görürük ki, sistemli, düsturlu bir nizamlı yaradılışdan söhbət getmir. Kaotik bir Yəni inkişafdan söhbət. tək hüceyrələrdən çox hüceyrəyə Bəli. kimi. Başa düşdüm. Elə sualım bundan ibarət idi. Bəs bu Big Bang onu mənə biraz aça bilərsiniz? Əzim, Big Yəni, Bang'in ateizm özü... bu- Ha? Ateizm buna əsaslandığı tərəf hansı tərəf? Ateizm buna əsaslandırmaq məcburiyyəti ilə zəruriyyəti daşımır əzim. Çünki ateizm tanrı və tanrıların yoxluğunu iddia edən fəlsəfi bir pozisiyadır. Amma istinad istəyirsənsə, məsəl üçün bu barədə danışmaq istəsək biz Big Bang-ə əsaslanırıq. Bu da Edwin Hubble tərəfindən 1924-cü ildə kəşf olunub zaten. Əvvəla axşamınız xeyir. Axşamın xeyir əzim. İkinci də ki, bu məsəl üçün burada mən nə demək istəyirəm? Bu yerindən duran niyə İslamla nəyisə müqayisə eləyir? Məsəl üçün dünyada neçə dənə din var da, özümüz bildiyimiz kimi. Aha. Niyə yerindən duran hər şeyi İslamla nətər deyim, müqayisə eləyir? qardaş, mən yerindən durmuram, bax. Çalışır. Bəli? Qardaş, mən yerimdən durmuram. Bax, uzanmışam. Mən ona görə deyim. Azər Yox, abi, sən indi ayaq burada- üstəsən, Azər abi. Müzakirə eləyirəm. Burada Aferin. Ay qurban. Bax. məqsədiyə qoymayaq da, yaxşı, Sənə məni qurban. tanımırsan. Qurban. Ay qurban. Sən bizi tanıyırsan abi. Yox, mən sadəcə deyirəm müzakirə eləyəm. Demədim ki, sizlə mübahisə Müzakirə eləmək istəyən adam gəlib burada yerindən duran ifadəsini işlətmir də. Mədəni danış, Mən məsələ. videoları görüb gəlmişəm də. Eybi yoxdur, eybi yoxdur. Əsas odur, suala cavab. Müraciət formanı düzəlt, normalda reaksiya gör. Yox, mən bu Demək qardaş bir dəqiqə deyən ay qurban. Belə getsə sən desən, o desə söhbət uzanacaq. Bax qulaq as. Yaxşı Azər, ay Azər. Yaxşı Azər. Hər yerindən duranın sualına bir dənə cavab ver. Yaxşı. Qurban, bura gələnlərin əksəriyyəti müsəlmandır deyə ola bilər. Yox, onun nə adiyyəti var ki ona? Yox, məsəl üçün bura gəlir, tutaq ki, müsəlman gəlir, deyir ki, qardaş Allahı niyə tanımırsan, peyğəmbəri niyə tanımırsan, nə deyək ona? Biz ona buddizmdən danışaq. Yox, Deyir ki, bax bir dənə dinlərə qarşı eyni şeydəyik biz. Sadəcə əhalimizin əksəriyyəti müsəlman olduğu üçün İslamdan danışırıq. Daha çox gələnlər İslamdan anlayışı olduğu üçün, İslamdan bizə sual verdikləri üçün ona görə ondan. niyə Azərbaycanda o qədər din var? Bu dəqiqə məsələn elə bir din qrupu görsə deyim ki, mən sənə yox, bir qulaq asaq da bir dəqiqə. Mən sizə qulaq asım. Mən də Azərbaycanda Azərbaycanda axı. Sən mənim dediyimi başa düşmürsən. Mən sənə deyirəm ki, qurban, əzizim. Bura qalxanlar əksəriyyəti müsəlman olduqları üçün öz dinlərinə uyğun suallar verirlər. Biz də məcburuq onun dininə uyğun cavab verək. Sən xristiansan? yox, Nəsən? əlbəttə ki, müsəlman. Və salam da bir müsəlmanla mən nə danışım? İslamdan danışmalıyım, nə qədər? Yox, mən bunu demirəm ki. Mən ümumi müzakirə Danışaq qadası. Bilirsən insanda niyə inəklər müqəddəsdir? onlar özlərinə onu müqəddəs bir heyvan Şey, kimi. Ruslan abi, çox üzr istəyirəm. Sən davam elə ondan Niyə də, danışmağa, niyə? sonra ardicəndə mən sihizmdən danışacağam. Qardaş, mən o adiyyəti Sonra da yox sən tapam. sihizmlə danışsan. O mən Sənin adiyyəti yox aidiyyatı olandan danışırıq deyirsən, niyə danışırsınız? Sənin tabii. aidiyyatı olmayandan danışırıq Ben deyirsən, indi mən- niyə sən aidiyyatı indi yoxdur? yox, sən Nədən dedin. danışaq? Yox, bir qışqırmayaq da bir-birimizə. Burada nə var ki? Qardaş, mən deyirəm ki, niyə məsəl üçün gətirib buddizmi, məsələn, İslamla qarşılaşdırır? Hər hansı bir dini niyə İslamla qarşılaşdırır? Qurban, tatlım, Bəli. sakin olaq. Mənə bax, Qurban, sən müsəlmansan, xristiansan, yahudisənsə, sən hansındansın? Mən əlbəttə ki, müsəlmanam. Əlbəttə ki, müsəlman. İndi əlbəttə ki, mən sənə müsəlmanlıqla bağlı danışmalıyam, düzdür? Yox, sən ümumiyyətlə niyə məsəl üçün topluma, bu cəmaata məsəl üçün gələcək cavanlara, nəsillərə, uşaqlara bizim ümumiyyətlə cavanlarımız, uşaqlarımız biraz tez inanandır. Niyə məsəl üçün Allahın ümumiyyətlə də bu İslamın üzərindən nətər deyim fikirlər bildirilir. Bizim uşaqlara zərər verməsin deyənə, Qurban. Məsəl üçün sən ateizmsən və ya Qurban. dini Allaha inanmırsan, onu get o yolla göstər ona. Qurban. Mənə bax, Bəli. bu siz xeyir ola uşaqlara bəs yayın açıb din Gərək təbliğat sənin adını qurban qoymayaydılar, özünü qurban eləyəydilər. Hə, qaqa, Qurban kişi. Necə? Siz xeyir ola bəs uşaqlara din təbliğatı apara bilirsiniz? Din təbliğatı apardım mən. Hə, niyə canlı yayınlar yoxdur? Yüzlərlə canlı yayın var dinlə bağlı.
dinlə bağlı sənə deyirlər, sən getcinin məsələn dinlə məsəl üçün deyirsən mən ateizməm. Görsən hər hansı bir dini İslam məsəl üçün canlı yayımında gör hər hansı bir dini pisləmək var. Sən nə vaxt demirsən ki, mən ateizməm? Mən yadıma gəlmir. Üzdə heç ateist də eləmiyəm mən işin gülməli tərəf. Hə. Dəsən mən belə başa düşürəm. Məncədir. Nətərsən Qurban, nətərsən səni verənə şükür. Qurban, nə var, nə yox, qadan alım. Sağ ol, evet, sağ ol, yaxşı olasın. Hoş gəlib, səfa gətirmisən, səni verənə şükür. Allah canınızı sağ olasın. Gör nə deyirəm, Qurban, bu bir açıb oxumusan, qadan alım bir kitabı. Hansı Quran kitabını deyirsən? Hə, başına dönüm Quranı. Bəli. Oxudun, nə anladın? Misal üçün, deyil sperma beldən gəlir, mən beldən gəlmir, nə qarıb turba qoşum ora. Qardaş, mən sənə deyirəm ki, sən get, məsəl üçün, hər hansı bir Demək, dinlə yalan məşğul deyir, olsan. qaqa, gör nə deyirəm, bax, mənim 70 yaşım var, ölüm. Bax, mənim bülbülüm ötmür, o gün getmişəm həkimə, həkim mən dava eləyirəm. Adam deyir ki, belimi qaldırmışam ki, bax, gör, bülbülüm ötmür, deyir, bala, ora döyür. Mən həkim az qala döyürdüm çomaqla. Nağarım, bu, mən neyim bu, kəndə mən sperm oradan gəlmir, nağarım, ay qurban, nağaraq indi. Qardaşım, sən nə ilə bağlı bilmirəm, nə danışırsan, mən səni başa düşmürəm nə demək istəyirsən. Deyirəm, Quran-ı Kərim, bax, oxuduğunu deyirsən, oxumuşam. Tarix 5-6-7 ayəsində deyir ki, sperma beldən gəlir. Sperma beldən gəlmir, axı, nağaraq indi, bunu yazan bir fikirləşmir, bu hardan gəlir. Turba soğum ora. Sənə nabicaq uzanmasın. Qurban, qarnımın ağrısın hadi sən. Davay qaqa, get Diyan. Qurban, nə deyir, dərdin nədir? Sözünə fikir ver. Qurban, Qurban. Ay Qurban. Yaxşı. Qurban. Ay Qurban. Bəli. Dərdin nədir sən? Bax, mən məsəl üçün, sənin videoların mənim qabağıma çıxdı, qardaş. Bir dənə var ki, mən məsəl üçün görürəm ki, bütün məsəl üçün təbliğatı ancaq İslamı pisləyib. Yaxşı eləyirəm, ay Qurban, keyfimin kahyasısan. Yox, niyə elə eləyirsən? Yaxşı eləyirəm. Bu nəyə görə eləyirsən? Yaxşı eləyirəm, keyfim belə istəyir. İzzət kişi, danışan eşek görmüsən heç? Qardaş, mən gözümlə görməmişəm, yox. Olur vəbşi səncə? Eşək də danışa bilər, lazım olsa inək də danışa bilər. İnsanlar eşək kimi olub danışa bilir. Eşək insan kimi olub danışa bilir. Yox İzzət kişi, danışa bilmir. Eşək kimi insan o qədər var ki, güya bilmirsən. Bax, insan kimi eşek yox deyə prosta İzzət kişi. İnsan kimi eşek yoxdur. Eşek kimi insan var, biz bunu çox görmüşük. Bir mənada insandan yaxşıdır eşək, bir mənada. Hə. Yox, mən danışmağımdan danışıram. Danışan eşek görmüsən sən? Nə? Sən danışan eşek görmüsən heç? Mən görməmişəm, eşək danışır. Ola bilər yəni, eşek danışa bilər yəni. Ola bilər, bəli, ola bilər. Adam bir eşek danışa bilər. Bundan nə danışacaqsınız? Danışa bilər demək üçün heç olmasa bir dəfə ya özün görməlisən, ya da kiminsə gördüyünü görməlisən ki, emin olmalısan ki, kimsə görüb, sən görməlisən. Ya da telefonla danışmalısın ən azından. Quranın tərcüməsi isə Azərbaycanda oxumusan onu, Quranı? Yox, fransızca. Ərəb də oxumusan? Hə. Keçən dəfə dedin bilmirəm ərəb dilində. Onda elə lazım idi. Necə lazım? Sən necə inanaq onda? Mən niyə inanırsan? Get Quranı oxu da. Quranı oxumuram, sən söhbət edirsən, sən söhbət. Yox, mənə niyə inanırsan? Ged oxu da. Yox, Qurandan söhbət eləmirəm. Sənin öz kəlmən var. Deyirsən ki, mən Quran ərəbcə oxumamışam, Azərbaycandan da tərcüməsini qoysan ekrana. Sənə sual verirəm. Ərəbcə oxumusan Quranı? Ərəbcəsini qoy gör. Arif qardaş məncə ərəb dili bilir. O bizim üçün oxuyacaq, tərcümə edəcək. Qoy bir dənə sabah şeydən oxusun, tərcümə eləsin. Sual verirəm. Kim nə dilin bilir, onu bilmirəm. Bir dənə sual verirəm. Burada nə yazıbsan, nə qarısan, reyting qazansan, pul qazansan. Aha. Demə. Çox hamımız bilənirik. Ümumiyyətlə jeton söhbətini bağlayıb danışa bilərsən, hə? Jeton söhbətini bağlayıb danışa bilərəm mən. Danışarsan mənlə jetonu bağlayıram. O, eşitirsən, nə deyirsən? Danışarsan Oxu mənlə. bizim üçün tərcümə elə də bunu. Oxu bir dənə bunu bizim üçün tərcümə elə də. Mən sənə demədim, mən ərəb dilində bilirəm. Qaqaşa sual verdim. Aha.
Bir dənə şeyin Qardaşım mən 4 gündür baxıram, nə suallar verirlər Azərbaycanda. Bir dəqiqə səbirli ol Arif. Müsəlman Arif, sana- Arif bir dənə səbirli ol. Uşaqlar, yoldaşlar, Kadir. Hə, Arif qardaşım. Nə deyə məsələ? Sən bir açıq şəkildə dinən görüm. Yox, 4 gündür sənə baxıram qardaşım. Aha. Gözəl insan. Biri ora girir sənə canlığa deyir ki, şeydir, Qurandan nəsə deyirsən, ona Azərbaycan da tərcüməsi. Bəli, Azərbaycanca qoyuram. Çünki Azərbaycanlıyam və Azərbaycanlıdır qarşımdakı. Bildim ya, biz də Azərbaycanlıyıq da. Quran Azərbaycanda yaranmayıb ki, düzdür? Harda yaranıb? Harda yaranıb? Soruşam da səndən. Harda yaranıb onu bilmirəm. Yəni ərəb dilində ona bizə izahı gəlib də, düzdür? Ərəbsən sən? Onun Azərbaycandan da bizə izahı gəlib, onu ümumiyyətlə Yox, Quran ərəbsən Azərbaycanda- sən. Mən Azərbaycanlıyam. Mən sənə sual verirəm. Mən sən mənim sualıma diqqətlə Sualıma cavab verdim. Mən mən sualıma. Sən ərəbsən, Sualıma dövsən, cavab düzdür? vermədim. 4-5 gün sənə baxıram, sən Ha. nəsə sual verirlər, sən deyirsən neçənci ayədən Ha. götürüb Azərbaycan dilində onu qoyursan, ora mən də sənə onu demək istəyirəm. Sən Azərbaycanda Quran oxumusan, yoxsa ərəb dilində? Fərqi nədir sənin üçün? Demədə ya ona. Mən fərqi odur ki, Azərbaycan dilində onu kim çap eləyib? Bunu Azərbaycan dilində çap edir. Azərbaycan dilini çap eləmirlər. Azərbaycan dilinə yazırlar, kitabı çap eləyirlər. Azərbaycan dilinə onu kim çevirib? Onu kim yazıb? O Quranın Ziya Bünyadov yazıb, Azərbaycan dilinə tərcümə eləyib. Fərqi nədir? Ziya Bünyadov yazıb. Ha. Sən dediklərin hər söhbət Quranda var onda. Oxumusan Quranı, müsəlman qardaş. Yox, mən məsəl dedim müsəlmanam. Nə sənsən? Mən özümə görə yaşayan oğlanam. Mən səndən şübhələnirəm, qardaş. Sən harda ümumiyyətlə canlı hardasan dostum? Deyəcəm, sən mən sualıma cavab verə bilərsən, mən bilim kimlə danışıram. Heteroseksualsan sən? Mənim adım Arifdir. Arif, sən heteroseksualsan? Biraz normalni danış. Sualı verirəm, konkret cavab ver. Yox. Sən mən deyirəm görüm hardan qoşulusan. Deyəcəm sən, konkret cavab ver, kişi kimi cavab ver. Sən heteroseksualsan? Yox qaqa. Deyilsən? And içə bilərsən? Yox. And içə bilərsən? Yox. Kişi kimi denəndə kişi kimi denən. Niyə belə hərəkət edirsən? Necə hərəkət edirsən? Heteroseksualsan deyilsən. Sən mən inansan? Hə, kişi kimi söz desən inanacam sənə. Bir həmvətənli kimi. Deyirəm yoxdur, nə? Yoxsan. Onda homoseksualsan da belə başa düşdüm. Sən dediklərindən mən heç nə başa düşmürəm. Əzim, heteroseksual deyilsən, homoseksual olmalısan da. Sən öz aləmində joined nəysə kimisə hər Arif, mənə baxı Qəbələdəyəm, nəsə bir dərdim var. Qəbələdən. Hadi sən Allah, mənə nağıl danışma, sən başladım. 40 yaşım var. Deyirəm Qəbələdəyəm də. Sən nə bilim, şey versən. Deyirəm Qəbələdəyəm. Qulaq as. Qardaşım, bir dənə mənə qulaq as. Çevik sənə demək istəyirdi ki, mən öz dilimizdə tərcümə edirəm də. Demək istəyir ki, sən əks cinsə meyilli adama oxşuyursan. Eləsən bəyəm? Yox, sən də elə həm əks cinsə oxşar adam görürsən axsan, necə meyilli olum ki? Yox, deyirəm əks cinsə meyillisən ya yox. Hayır, burada. Sən mırtdaş sözü burada. Sən qaşay amma hədiyyə qazanmısan ha yetim. Gəlir ha. Yetim, mən hədiyyə qazanmışam. Amma neçə yaşım var? Deyəm də Azərab. Çox. Neçə yaşım var Arif qaqam? Mənim 14. 14. Dəqiq denəndə. Mənə bax, bu hədiyyə Yox Arif, mən hədiyyə qazanıram. Amma sən o 20-30 ildə qazandığın o yaxşı oğlanlığı getdi.